Bəzən testlərdə məsdər və feili sifət bölməsi ilə bağlı qarşımıza bu cür testlər çıxa bilər. Ona görə diqqətli olmaq lazımdır. Məsdərin özünə məxsus olmayan iki xüsusiyyəti var. Bir morfoloji xüsusiyyət, bir də sintaktik xüsusiyyət. Məsdərin özünə məxsus olmayan morfoloji xüsusiyyəti nədir? Normal şərtlər altında məsdər cəmlənə bilməz, amma söz birləşməsinin aslı tərəfi olduqda məsdər cəmlənir. Deməli, bu da məsdərin özünə məxsus olmayan morfoloji xüsusiyyətidir. Məsələn, onların oxumaqları. Məsdər burada cəmlənmiş vəziyyətdədir. Məsdərin özünə məxsus olmayan sintaktik xüsusiyyətlərindən biri məsdərin təyin olmasıdır. Normal şərtlər altında məsdər təyin ola bilməz. Lakin qoşmanın köməyi ilə məsdər təyin ola bilir. Yəni, deyirəm, oxumaq kimi vərdişləri var. Vərdişləri var. Burada maq kimi qoşmamızın köməyi ilə təyin ola bildi. Deməli, testlərdə bu cür sual düşəndə məsələn özünə məxsus olmayan sintaktik xüsusiyyəti nədir desə soruşsalar, bu zaman məsdərin təyin olmasıdır. Morfoloji xüsusiyyəti nədir desə sual düşsə, deməli bu zaman məsdərin cəmlənməsidir. Bununla bağlı belə bir sual feili sifətdə də qarşımıza çıxa bilər. Belə ki, hissə testində də bu test tipi var. Hansı cümlədə feili sifət özünə məxsus olmayan sintaktik xüsusiyyət qəbul edibdir. Bu da feili sifətin zərflik olmasıdır. Normalda feili sifət zərflik ola bilməz. Lakin an plus gördüm formasında olduqda feili sifətin zərflik mövqeyini görə bilərik. Mən onu oxuyan gördüm. Yəni, oxuyan vəziyyətdə gördüm. An şəkilçisi burada bizə feili sifətin zərflik vəzifəsini göstərə bildi. Yəni, feili sifət qısaca zərflik formasında oldu. Bu da onun özünə məxsus olmayan sintaktik xüsusiyyətidir.